və insanlara göstərmək üçün ibadətini gözəlləşdirməkdir. Bu Allah Azze ve Celle o əməlləri batil edər. Allah Azze ve Celle hədisi qudusda buyurur ki, "Ənə əğnə şürəkə anişşirk." Mən mənə qoşulan şəriklərdən ehtiyacsızam, onlara ehtiyacım yoxdur. Mən amilə amələn əşrikə fihi mə'iyyə qeyri tərəqtuhu və şirkə. Kim mənə bir əməl edərsə, o əməldə başqasını mənə şərik qoşarsa, onu da, onun qoşduğu şirki də tərk edərəm. O əməl qəbul deyil. Əməl ixlasla olmadıqca Allah katında qəbul deyil. İnsanlar sənə qiyamət günü savab verməyəcəklər. Hesab günündə hər kəs öz əməlinin savabını aldığı gün kimin üçün göstərmişdinsə onlar sənə heç bir şey verməyəcəklər. Öz savablarından sənə pay ayırmayacaqlar. O zaman nə üçün əməllərini batil edirsən? Nə üçün insanlara göstərərək əməllərini puça çıxarırsan? Və insan riyadan qorxmalıdır, göstəriden qorxmalıdır, ibadətinin çalışmalıdır, gizli etsin. Bütün ibadətlərdə gizlilik əsasdır. Nə qədər insan əməlini gizli edərsə, o qədər Allah katında bu əməl üstün olar.